Bu gün sizin üçün çox maraqlı video hazırlamışam. Evini kiraya vermək istəyənlər və yaxud da kiraya vermək məqsədilə ev axtaranlar üçün çox maraqlı bir video olacaq. Deməli, siz bir ev almaq istəyirsiniz və onu kiraya vermək məqsədilə almaq istəyirsiniz. Ölçmək istəyirsiniz ki, görəsən bu evi kiraya məqsəd almağa dəyər yoxsa dəyməz. Eyni zamanda iki evdə baxa bilərsiniz. İndi gəlin götürək ki, mənim misalımda lövhədə qeyd etmişəm, evin qiyməti 180 min manatdır. Və bazara da baxırsınız ki, həmin bu ev orta olaraq bazar dəyərinə görə aylıq 600 manata biz kiraya verə bilərik. Bu zaman nə edirsiniz? Evin ümumi dəyərini, yəni cari olaraq satış qiymətini bölürsünüz kirayəyə, aylıq kirayəyə və alırsınız burada göstərici. Bu yerəm göstəricisi adlanır. Daşınmaz əmlak bazarında çox sadə həm də vacib göstəricilərdən biri 300. 300 ayları göstərir. 300-ü bölürük 12-yə 25 il elər. Yəni bu o deməkdir ki, sizin alacağınız ev 25 ilə kirayə gəliri ilə o qiyməti çıxaracaq. Bu sadə göstərir, çünki burada inflyasiya nəzərə alınmır, burada gələcək perspektivlər nəzərə alınmır, bu gələcək il və yaxud da 5 ildən sonra evin kirayə qiymətlərinin artıb azalması nəzərə alınır. Amma siz cari anda kirayə üçün ev almaq üçün qərar vermənizə təkan verə biləcək bir düsturdur. 300-dən yuxarı olsa bu göstərici. Deməli, bu evin qiyməti aylıq kirayəyə görə kifayət qədər bahadır. Yəni sırf o evləri almaqdan qaçınmaq lazımdır. Yenə də burada dediyim kimi bütün digər mürəkkəb faktorlar nəzərə alınmır. O artıq növbəti hesablama düsturlarındadır. Amma ilkin olaraq 2 ev arasında, 3 ev arasında qalmısınızsa, ilk növbədə hesablama olduğunuz düstur yerəm düsturdur. Bu düstur vasitəsilə hansı evin kirayə baxımından sizə daha çox sərf edəcəyinizi ölçə bilərsiniz və bu 300 pik həddidir. Ondan yuxarı olduğu təqdirdə kifayət qədər çoxdur. Amma elə evlər var ki, məsələn sizdə çıxa bilər hətta 200, hətta daha aşağı. Deməli, indi almısınızsa indi hesablaya bilərsiniz. Bu göstərici 300-dən aşağıdırsa, kifayət qədər aşağıdırsa, siz deməli həqiqətən də udmusunuz. Başqa əlavə sualınız varsa, verin, cavablamaq hazıram. Video faydalı olsa dostlarınıza göndərin ki, onlar da faydalansınlar və səhifəmi izləməyi unutmayın.